Herkese selamlar dostlar. Yepyeni bir video ile bugün sizlerin karşısındayım. Bu videoda mənə ən çox verilən suallardan, yəni ikinci ən çox verilən suallardan biri Proton Bus Simulator Urbano'ya necə mod vurulur? Yəni fərqi yoxdur, istəyir maşın və yaxud da avtobus. Çünki mənim videolarımın altına yazanlar çox idi. Mod necə vurulur, necə mod vura bilərik? Mən də istək üzərinə ikinci bir videonu sizlərə təqdim edirəm. Ümid edirəm video sizlərin də xoşunuza gələr. Bəyənməyi və kanalıma abunə olmağı unutmayın. İlk növbədə bizim Zarchiver proqramına ehtiyacımız var. Yəni Zarchiver proqramını siz Play Store-dan rahat bir şəkildə yükləyə bilərsiniz. İndi isə keçid eləyək proqrama. Deməli, siz faylı yükləyəndə o bu hissəyə gələcəkdir. Baxın, download hissəsinə. Amma məndə indi bura düşməyib deyənə, məndə buradadır. Deyə dokumentlərində mod var. Deməli, gördüyünüz kimi burada PAZ 32054 modumuz var. Mən bu mod üzərində sizlərə göstəriş etmək istəyirəm. Deməli, nə edirsiniz? Buna basırsınız. Yəni uzun basmırsınız. Faylın üstünə bircə dəfə bastınız. Buradan göstər hissəsinə keçid edirsiniz. Göstər dediniz. Buradan 3 nöqtəyə basırsınız. Daha sonra isə yuxarıda çıxan çoxlu seçimi işarətləyirsiniz. Çoxlu seçim. İstəyir bunu bir-bir də eləyə bilərsiniz. Və yaxud da ki, bu yuxarıdakı tik işarəsi var ha, ona basaraq da hamısını seçə bilərsiniz. İndi mən bassım sizlər üçün. Baxın, ən birinci hissə var burada. Hamısını seçin. Buradan hamısını seçinə basırsınız. Daha sonra isə bunların üstündə uzun basırsınız. Yəni uzun basıb saxlayırsınız. Buradan kopyalaya deyirsiniz. Kopyala. Buradan yuxarıdakı 2 nöqtəyə basırsınız. Bir bastınız. Buradan Android ilə keçid edirsiniz. Buradan data deyirsiniz. İndi isə buradan oyunun öz papkasını tapmalısınız. Baxın diqqətlicə. Baxın, üzr istəyirəm. Baxın, com.vmap.pvsu. Baxın, de budur. com.vmap.pvsu. Buradan bura girirsiniz. Bura bastınız. Buradan Files papkasına keçid edirsiniz. Girdiniz. Buradan ən birinci bu siz. Faylına girirsiniz. Və daha sonra isə kopyala düyməsinə basırsınız. İndi mən sizin üçün kopyalayayım. Və beləliklə modumuz yüklənmiş oldu. İndi isə mən hələlik burada stop verim. Girək sizlərlə bax. Bəli dostlar, indi sizinlə gəlmiş olduq deyən modumuzu tapsaq. Aha. Gördüyünüz kimi modumuz yükləndi. Keçid eləyək. Skinlər bu şəkildədir. Hər hansı bir xəritə seçsək fərqi yoxdur. Mən sizə göstəriş üçün hər hansı bir xəritə seçdim. We are creating the bus simulator of our dreams. Buyurun dostlar. A game with modding support on Android. Gördüyünüz kimi modumuz yükləndi. If you love what we made Yəni already, həmin bu please go qaydayla premium. You will have our startup and play həm without any avtobus, ads. həm də This maşın way much more modlarını content can be produced for oyuna future rahat bir updates. şəkildə yükləyə bilərsiniz. Əlimdə bu dəqiqə PAZ 32054 avtobus modudur. Yəni bəlkə yox elə ola bilsin modun avtobusun linkini sizlərə açıqlamada verdim. Yükləyib oyunu rahat şəkildə oynaya bilərsiniz. Yəni gördüyünüz kimi də içərisində də keçid eləyək. İçərisi də bu şəkildədir dostlar. Gördüyünüz kimi skin də bu cürlədir. Buradan avtobus, buradan üzr istəyirəm. Buradan birdən 10-a qədər olan rəqəmlər avtobusu siz öz istədiyiniz şəkildə belə deyim də modifikasiya edə bilərsiniz. İndi 1-ə basaq. Gördüyünüz kimi bax təkərlər jantlar ekləndi. Gördüyünüz kimi qapaqlar əlavə edildi. Yəni bu qədər sadə. İndi buradan da siz oturacaq ayarlarını istədiyiniz şəkildə tənzimləyə bilərsiniz. İçi də bu şəkildədir. İşıqlarını yandırım. Wow, işıqlar da indi xəbər tutdum bu işıqlarından. Mən sizin birinci dəfədə baxıram.
İçərisində işıqlar, uşaqlar bu şəkildədir. Yəni belə. Yəni bu qədər. Modumuz bu qədər idi. Yəni çox da bir şey yoxdur, amma yəni yaxşıdır. Dediyim kimi, modun linkini açıqlama hissəsində verəcəm. Siz də ora keçid edərək rahat bir şəkildə modu yükləyib oynaya bilərsiniz. Videomuz bura qədər idi. Ümid edirəm ki, sizin də xoşunuza gəldi. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.